Qaradağ rayonu Lökbatan qəsəbəsi Qobu Park 1 yaşayış massivində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Ekologiya.az APA-ya istinadən məlumat verir ki, ilkin xəbərə görə hadisə nəticəsində ölən və yaralananlar var. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğın söndürən qüvvələri, təcili tibbi yardım briqadaları və polis əməkdaşları cəlb edilib. Yanğının artıq söndürüldüyü bildirilir və hansı səbəbdən baş verməsi ilə bağlı hələ ki dəqiq məlumat yoxdur. Ekologiya.az xəbər verir ki, hadisə şahidlərinin məlumatlarına görə güclü yanğın nəticəsində ikisi uşaq olmaqla ümumilikdə 5 nəfər dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alanlarla bağlı isə hələ ki dəqiq məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır. Abşeron rayonu ərazisində baş vermiş quldurluq cinayətinə görə boksçu kimi tanınan Tulin Ələkbərova və onun tələbəsi tutulub. APA məlumat verir ki, dekabrın 4-10-lar 2004-cü il təvəllüdlü şəxsə kəsici alətlə xəsarət yetirib, quldurluq yolu ilə onun 110 manat pulunu ələ keçirməkdə şübhəli bilinirlər. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 21 yaşlı Tulin Ələkbərova və 19 yaşlı Abbas Rəhimli saxlanılıblar. Faktla bağlı araşdırmalar davam etdirilir.